Aprel 21'i Bakıda və Abşeronda bəzi yerlərdə yağış yağacaq, yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli intensiv olacaq, şimşək çaxacaq. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, axşama doğru yağıntılar tədricən kəsiləcək, güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək, temperatur gecə 10-12, gündüz 12-14 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütunu təşkil edəcək. Naxçıvanda da gün ərzində bəzi yerlərdə yağış yağacaq, arabir dolu düşəcək. Temperatur 9-11 dərəcə isti ehtimalı var. Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, ayrı-ayrı yerlərdə intensivləşəcək, şimşək çaxacağı, dolu düşəcək, dağlıq ərazilərə qar yağacağı bildirilir. Axşam yağıntılarda fasilə olacaq, bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Temperatur gecə 7-11, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz isə 5-10 dərəcə isti olacaq.